Salam, Kabalanın əsasları kursuna davam edirik. Mənimlə studiyada doktor Mixail Laytmandır. Laytman, salam. Sanleviç. Dərsimizin mövzusu bədən və ruhdur. Düşünürəm ki, bu ən maraqlı mövzudur. Nahaq yerə deyil ki, Boris Sulan buna xüsusi diqqət yetirib və bu mövzuda çox yaxşı bir məqalə yazıb. Hansı ki, mənim fikrimcə ruh haqqında bizə biraz məlumat verir. Bədən haqqında müəyyən məlumatımız var, amma ruh haqqında deyil. Onun bunu hansı ildə və nə üçün yazdığını bilmirəm. Bəlkə bilirsinizsə deyin, o bunu geniş ictimaiyyət üçün yazıb. Laytman, indi xatırlamıram, bəli. Sanleviç, çünki çox sayda məqalə var idi, o onları yalnız özü üçün yazmışdı. Laytman, ümumiyyətlə bu mövzuda çox sayda məqalə yazılıb və ümumiyyətlə kitablar, digər işlər var bu barədə. Bu barədə çox saylı fikirlər var, bəzən onlar bir-birinə tamamilə əksdir. Amma məsələ bundadır ki, əslində bu sadə bir şeydir. Və bəşəriyyət boş yerə çaşqınlıqdadır. Elm, yəni Kabala elmi bunun haqqında çox sadə danışır. Deyərdim ki, hətta bəlkə də çox sadə. Mən bunu bir neçə cümlədə izah etməyə çalışacağam. Bədənimiz hər hansı bir heyvanın bədəni kimidir. Eyni əlamətlərlə, eyni qanunlarla fəaliyyət göstərir. Yəni it, fil, insan, meymun bədən arasında heç bir fərq yoxdur. Tamamilə heç bir. Buna görə də Ari özünün Həyat Ağacı kitabında insanın meymundan yarandığını yazır. Yəni orada cansız aləmlə bitki təbiəti arasında, bitki ilə heyvan və heyvanla insan arasında bir aralıq vəziyyəti var. İnsanla heyvan arasındakı aralıq vəziyyəti meymundur. Biz də ondan yaranmışıq. Beləliklə, bu baxımdan Ari bunu 700 il əvvəl, 600 il əvvəl yazıb. Darwin bunu cəmi 200 il əvvəl qeyd edib. Bunun heç bir əhəmiyyəti yoxdur. Kabalistlərin yazdığı Zohar kitabında göstərilənlər bizim üçün ən yüksək instansiya hesab olunur. Bu birincisidir. Beləliklə, bədənimizin heyvani mənşəyi ilə bağlıdır. Bu barədə danışmağa belə dəyməz. Biz heyvanlardan heç bir şeylə fərqlənmirik. Başqa məsələ bizim ruhumuzdur. Ruh deyəndə nə başa düşülür? Ruh, daxili strukturumuzun əsasını ifadə edir. Beləliklə, bununla bağlı belə deyilir ki, Yaradan ruh yaradıb və ruh dedikdə istək nəzərdə tutulur. İstək. Hər hansı bir bədən olmadan bunu tamamilə ayrıca öyrənirik. Yəni, onlar da ayrıca mövcuddurlar ruhla bədən. İstək, egoistik istək, yəni özünü ən yaxşı vəziyyətdə saxlamaq istəyi. Buna egoistik vəziyyət deyilir. Bu, heyvani vəziyyət adlanır. Çünki bu yalnız heyvani səviyyədə mövcuddur. Canlı, bitki, heyvan, insan ruhu dedikdə egoistik istəklər nəzərdə tutulur. Və bu səviyyələrdə bütün təbiət mövcuddur. Sanleviç, yəni mənim istəklərim ruh adlanır, mənim çoxlu istəklərim var. Laytman, onlar hamısı bir ümumi istək olan, özün üçün zövq almaq istəyi ilə birləşir, hansına ki ruh deyilir. Sanleviç, bu yaradılışdır. Laytman, bu yaradılışdır. Və burada nə baş verir? İnkişaf baş verir. Yəni, bu yaradılış, bu ruh, hissələrə parçalanma prosesini keçir. Yəni, onun egoizmi böyüyür və artıq bir vahid parça kimi birlikdə ola bilmir. O parçalanmağa başlar. Baxın, ulduzlar parçalanır, kainat parçalanır, kosmos və s. Atom və molekullar müxtəlif ziddiyyətli qüvvələrin təsiri altında parçalanır. Hər şey parçalanma içində baş verir. Bu ziddiyyətli xüsusiyyətlər arasındakı parçalanma deməkdir. Beləliklə,
ruhda egoizmin inkişafı baş verir və bu ruhun istəyi bir-birinə zidd olan bir çox hissələrə parçalanır. Bu egoistik ruhun parçalanması günaha düşmə və günah adlanır. Sonra bu ruhun Yaradanın gücü ilə bərpa edilməsi baş verir. Yəni, sevgi, cəlb etmə, birləşmə gücü ilə və s. Həmçinin birləşmə gücü əlbəttə ki, parçalanma gücündən qarşılıqlı ayrılmadan daha böyük olmalıdır. Və buna görə də ruhu birlikdə saxlayan o güc, onun nominal, ilkin vəziyyətində çox kiçik, müsbət bir güc idi. Buna da Adam Rişon deyilir. Yəni, günaha batmamışdan əvvəlki adam. Ruh sadəcə bu deməkdir. Və günaha düşməsindən, ruhun parçalamasından sonra bütün egoizmin açılması, yəni potensialdan reallığa keçdikdən sonra indi bütün bu egoizmin üzərində sevgi örtüyü yaratmaq lazımdır ki, bu egoizmi bir arada saxlasın ki, içəridə yerin mədənlərində olduğu kimi olsun. Orada müxtəlif ziddiyyətli qüvvələr bir-birini məhv edir, amma xaricdən bütünlüklə yer qabığı ilə örtülür. Beləliklə, sevgi xüsusiyyəti o bütün egoistik ziddiyyətli qüvvələri çöndərir və özündə saxlayır. Bununla nə əldə edilir? O ilkin güc, hansı ki adamı günaha batmamışdan əvvəl bir yerdə saxlayırdı, hansı ki çox kiçik idi. İndi onu inkişaf etdirmək lazımdır. Və bu sevgi gücü bütün bu egoizmi bir yerdə saxlayacaq, lakin bu həmin egoizmin dərəcəsində olmalıdır. Yəni o bu egoizmdən daha böyük olmalıdır. Yəni sevgi gücü keçmişdəki dəyərindən dəfələrlə artır. Sən deyə bilərəmmi ki, sevgi gücü bu bir allegoriyadır. Yəni, əslində bu cazibə qüvvəsidir. Latman, cazibə qüvvəsidir, bəli, bizlərdə də eynilə fəaliyyət göstərir, Sanleviç. Yəni, molekulları bir-birinə bağlayan bir güc kimi daha mürəkkəb maddələr yaranır, Latman. Molekullar, insanlar, bir-birlə hər şeylə, Sanleviç. Yəni, insan səviyyəsində, cəmiyyət səviyyəsində olan bu cazibə qüvvəsidir. Siz buna sadəcə sevgi qüvvəsi deyirsiniz. Mənim üçün sevgi bu tamamilə başqa bir şeydir, Latman. Yox, xeyr, bu hamısı Hollywooddur. Beləliklə, bütün sistem burada cəmlənir. Yəni, egoizmin inkişaf yolu ilə altruistik sevgi gücünün inkişafına ehtiyac yaradır. Və bu egoizmdən dəfələrlə artıq olmalıdır. Baxın, düzmü başa düşdüm? Yəni, yaradan bir növ egoistik başlanğıc yaradılır. Məsələn, 2 kiloqram olan bir şey və o inkişaf etməyə başladı və bu egoizmin dərəcəsinə baş verdi. Laytman, bəli, bir növ biz bunu bu dövrümüzdə də görürük ki, daim egoizm vardır və egoizm get-gedə artır və o elə bir vəziyyətə qədər artır ki, məsələn, bizim dövrümüzdə biz ümid edirik ki, artıq son nəsil olaraq yaşayırıq və o zaman biz bu egoizmi ələ keçirməliyik. Onu bir yerə toplamalıyıq. Sanleviç, ilkin olaraq belə bir egoizm var idi və yaradan onu öz cazibə qüvvəsi ilə örtürdü. Sevgi cazibə qüvvəsi kimi. Amma o anda kiçik idi. Laytman, bəli, bu yaradandan gələn ilkin gücdür. Sanleviç, bundan sonra tarix ərzində egoizm inkişaf etdi, bəşəriyyət inkişaf etdi. Biz görürük ki, daha çox olduq. Laytman, indi insanlıq bu egoizmi ələ keçirməlidir, onu sevgi vermə, əta etmə xüsusiyyətinə bağlamalıdır. Sanleviç, amma artıq şuurlu və müstəqil şəkildə, Laytman, yalnız bu cür, bəli, bu doğrudur. Sanleviç, bu cür şuurlu qərar bizə nə verəcək? Laytman, bu insana yaradan kimi olmaq imkanı verəcək. Sanleviç, yəni yaradan səviyyəsinə yüksəlmək, Laytman, bəli, Sanleviç, oldu və bu örtük ruh adlanırmı, yoxsa yox?
Lightman, hamısı bir yerdə, həm içindəki egoistik xüsusiyyətlər və buna əks olan qarşılıqlı böyük problemlər, bir-birini itələmələr və s. və bu yer qabığının sanki içərisində coşan bütün bu anti, hər cür qüvvələri gizlətdiyi kimidir. O bunları öz sevgisi ilə, qarşılıqlı cazibə, qarşılıqlı tarazlığı ilə saxlayır. Yəni, bunların hamısı bir ruh adlanır. Sanleviç. Oldu. Hə, beləliklə biz sanki sondan başladıq. Yenə də əvvələ qayıtmaq istərdim. Məsələn, tarix boyu Baysulamın yazdığı kimi bu nəzəriyyələr inkişaf etdi. İnsanlar bir şəkildə anlamağa çalışırlar ki, ruhun bədəni nədir? O yazır ki, belə bir inanç nəzəriyyəsi var. Tamamilə mümkündür ki, digər elmlərdə o başqa cür adlanır. O, onu inanç nəzəriyyəsi adlandırır. Kifayət qədər sadədir. O deyir ki, ruh və bədən arasında, necə dediyiniz kimi, heç bir əlaqə yoxdur. Yəni, ruh bədənlə heç bir əlaqəsi olmayan bir varlıqdır. Bədən, o yazdığı kimi, bir ölü maddədir. Ruh onu tərk etdikdə o formasını itirir və bu qədər. Yəni, əlaqə yoxdur. Yəni, Kabala bununla razıdır ki, sizin dediyiniz kimi, ruhla bizim fiziki maddi bədənimiz arasında heç bir əlaqə yoxdur. Lightman. Bu əlaqədən danışacaq, amma bu birbaşa deyil. Sanleviç. Sonra başqa bir nəzəriyyə, inkar nəzəriyyəsidir. Bu, tamamilə hansısa ruhsal varlığın olmasını inkar edir və deyir ki, bədənimiz elmdə deyildiyi kimi sadəcə bədənimiz mövcuddur və biz görürük ki, biz burada heç bir ruhu müəyyən edə bilmirik. Biz bədənin mövcud olduğunu görürük və o heç bir ruh olmadan ölür və bu qədər. Bəzi elektromaqnit siqnalları var, gəlir, gedir, bu aydındır. Və sizin açıqlamanızdan başa düşdüyümə görə burada bir dualist nəzəriyyəsi də var ki, burada bir tərəfdən bədən mükəmməl yaradılmışdır, digər tərəfdən Baysulam insanın mahiyyətinin əsasına ağıl ruhu təşkil etdiyini deyir. Yəni, ruh bədən üçün səbəbdir. Yəni, aralarında əlaqə var. Ruh bədəni idarə edir, amma bədən də mükəmməldir. Lightman. Burada kiçik bir problemimiz var. Məsələ burasında ki, bədən yoxdur. Sanleviç. Yəni, Kabala bədənin ümumiyyətlə olmadığını deyir. Lightman. Xeyr, bu hamısı bir illüziyadır. Bizə belə bir xüsusi hisslərdə verilmişdir. Sanleviç. Yəni, bioloji bədən mövcud deyil. Lightman. Xeyr. Sanleviç. Onda bu nədir? Lightman. Bu bizim təsəvvür etdiyimizdir. Bu bizdə mövcud olan, güya bizdə var olan bir şey kimi görür. Amma əslində bu yoxdur. Əslində, niyə bura girməliyik? Yəni, bu problemlərə niyə girməliyik? Tutaq ki, bədən var, yaşayır, mövcuddur, doğulur, ölür, heyvan aləmi kimi. Bu qədər. Sanleviç. Yəni, prinsipcə Kabala bu dualizm nəzəriyyəsinə daha yaxşıdır. Belə demək olar mı? Lightman. Bəli. Sanleviç. Oldu. Onda bir daha yekunlaşdıraq. Ruh nədir? Belə demək olarmı ki, Kabalistlərin yazdığına görə insan ruhunu inkişaf etdirməyənə qədər o hər hansı bir heyvan varlığı kimi adətən vital güc, enerji sayəsində mövcuddur. Bəs bu vital ruh nədir? Lightman. O ruhunu inkişaf etdirmədiyi müddətcə, ruh onun içində inkişaf etmədiyi müddətcə, o sadəcə öz bədəni ilə bu bədən formasında inkişaf edir, yəni ruhu ilə heç bir əlaqəsi olmadan. Ruhuna gəldikdə isə insan adlanacaq və o bizim dünyamızda insan kimi fəaliyyət göstərdiyi müddətcə, prinsipcə necə ki deyildiyi kimi, hamı heyvanlara bənzər, o da elə olur. Sanleviç, siz dediniz ki, ruh istəkdir. Lightman, bəli. Sanleviç. Həqiqətən mənim içimdə olan bütün istəklər ruh adlanır. Lightman. Bütün istəklərim, mənim içimdə olanlar, onlar Sanleviç. Yoxsa bu yalnız ruhun şeyimidir. Lightman. Bu ruhun ilkin mərhələsidir, əlbəttə. Çünki ruh əslində sevgi, əta xüsusiyyətidir. Bütün sistemin, bütün kainatın, bütün dünyaların bir sistemdə birləşməsi üçün olan bir xüsusiyyətdir. Sanleviç. Deyil, bir insanın ruhu ilə digər arasında əlaqəsi var. Ümumiyyətlə bir əlaqə var. Lightman, onlar, bu parçalar ilkin olaraq parçalanmış parçalardır və hamısı birləşməlidir. Amma birləşdikdə onlar artıq keçmişdə olduğu kimi birləşmirlər. Yəni onlar bir-birlərinə toxunub demək olar ki, bir bədən halında idilər. Amma aralarında boşluq, məsafə qalırdı. Bu məsafə egoistikdir. Bu onları bir-birindən itələyirdi və bizə sevgi kainatının
müsbət gücünü aşkar etmək lazımdır ki, o cazibə onu cəlb edə bilsin və bu itələmə üzərində qurulan cazibənin qarşılıqlı qüvvələri yeni ruhun gücünü, səviyyəsini, pilləsini yaradacaq. Sanleviç. Və ruh hər kəsdə özününküdür, ya hamı üçün birdir. Latma, hamı üçün birdir. Hər birimiz onun hissələriyik. Sanleviç. Hamı üçün bir ruh. Latma. Bəli, bir sistem. Biz bir sistemdəyik. Tamamilə bağlı, qapalı bir sistemdəyik. Və yenə də maddi bədənlə əlaqə varmı? Axı insan bu dünyada yaşadığı bioloji bədəndə ruhuna necə təsir edə bilər? Daha sürətlə inkişaf etdirə bilərmi öz ruhunu? Yəni siz soruşursunuz ki, onda bizim maddi dünyanın bu illüziya içində yaşamağın nə mənası var? Məsələn, budur ki, maddi bədən bizə verilib ki, ruhla özümüzü əlaqələndirməyə başlayaq, ruhumuzu açmağa, onu inkişaf etdirməyə başlayaq. Müəyyən bir vəziyyətdən başlamaq üçün biz sanki ondan kənarda olmalıyıq və onunla işləməyə başlamalıyıq. Bunun üçün bizə bədən verilib. Məhz bu heyvani bədən. Amma yenə də siz bir kabalist kimi bədənizin qalırsınız. Bəli, əlbəttə. Siz bədən olmadan heç nə edə bilmirsiniz daxil. Bəs nə? Mən onun içində var olduğum üçün ruhu başa düşür və inkişaf etdirirəm. Ruhumu tənzimləyirəm. Amma bədən bunun içində yalnız ardıcıl iştirak edir. Yəni ruhu yalnız bu vəziyyətdən inkişaf etdirmək olar. Siz maddi bədəndə olduqda, bəli, amma ruhun bədənlə əlaqəsi yoxdur. Yəni bədəndə yaşadığım zaman ruhumu inkişaf etdirirəm. Sanleviç, bunu necə etmək olar? Bunu necə etmək olar? Kabala ruhu necə inkişaf etdirir? Ruh dedik ki, bu istəklərdir. Ya mənfi egoistik, ya da müsbət altruistik. Deməli, bu istəklərlə işləyərək, altruist istəklərin egoist istəklərdən üstün olmasını təmin edərək, beləliklə ruhumuzu qururuq. Sanleviç, deyin, yaxşı, bədən və ruhdan danışdığımız üçün bəlkə ölümü də soruşa bilərəm. Sizcə ölüm nə məqsədlə mövcuddur? Laitman, ölüm sadəcə bu obyektin, yəni alətin adını bədən qoyduğumuz növbəti egoistik səviyyəyə, növbəti ruhu islah etmək imkanına keçid mərhələsidir. Yəni, bundan başqa bir şey deyil. Yenidən qurulmalıyıq. Biz müəyyən vəziyyətlərdə bir-birimizlə ziddiyyətli vəziyyətlərdə olmuşuq. Növbəti vəziyyətlərə, növbəti səviyyələrə keçid etməliyik. Hər dəfə bu pillələr, bu səhnələr, bu vəziyyətlər, parçalanma, ölüm adlanan bir prosesdən keçir. Sanleviç, yəni bu bir növ yenidən yüklənmədir. Bəli, bundan başqa bir şey deyil. Sanleviç, bəs niyə bəşəriyyət belə bildiyimə görə tarix boyu ölümü çox dramatik qəbul eləyir? Çünki insan sadəcə özünü heyvan bədəni ilə əlaqələndirir. O özünü heyvan hesab edir. Amma Kabala deyir ki, əksinə, öz heyvani bədəni bir tərəfə qoy, ruhunla məşğul ol. Sanleviç, yəni əgər indi ruhumu inkişaf etdirsəydim, ya da bu ruhu inkişaf etməyə başlasaydım, bədənə fərqli yanaşardım. Laitman, bəli, təbii ki, ona yalnız ruhu inkişaf etdirmək üçün bir alət kimi yanaşardım. Bundan başqa bir şey deyil. Sanleviç. Yəni bir vasitə kimi. Bəli, bir vasitə kimi. Buna görə də Sanleviç, bugün bir maşına yanaşdığım kimi, bəli, yalnız lazım olduğu üçün. Maşınlar yadımdadır. O zamanlar 50 il bundan əvvəl mənim gənclik dövrümdə yadımdadır. İnsanlar onlara qulluq edirdilər, yuyurdular, təmizləyirdilər, lak sürtürdülər. Maşın sadəcə bir hərəkət vasitəsi deyildi. İnsan üçün xüsusi bir şeydir. Amma bugün bu sadəcə hər il dəyişdirə biləcəyimiz bir nəqliyyat vasitəsidir və bunun heç bir dəyəri yoxdur. Beləliklə, bizim həyatımıza yanaşmamız da belə dəyişməlidir. Sanleviç, yaxşı, sizcə sadəcə tərbiyə bunun üçün kifayət etmir? Laitman, xeyr, tərbiyə heç nə verməyəcək.
Mən hələ də, məsələn, indiki vaxtda bu həyata heyvani bədənimdən çıxış edərək baxıram. Mən həyatımı ruhumdan çıxış edərək görməliyəm. O zaman heyvani bədənim mənim üçün yalnız bir nəqliyyat vasitəsi kimi olacaq. Sanleviç, mən kütləvi informasiya vasitələri, efir vasitələri tərbiyədən danışırsa ona nəzərdə tuturam. Əgər biz hamımız ruhun ən əsas olduğunu, bədənsə heç bir şey olmadığını desəydik, Latman, yox, bunu etməyə mümkün deyil. Sanleviç, niyə biz bunu etmirik? Latman, çünki birincisi bunu heç kim hiss etmir. İkincisi, çünki bu anti-egoistikdir. Əgər bu egoizmə qarşıdırsa, kim bununla məşğul olmaq istəyəcək? Bu səy tələb edir, düşünmək, səy göstərmək, bir şey etmək, təşkil etmək tələb edir. Bəs bunun əvəzində mənə nə olacaq? Bu dünyada bizə heç bir şey olmayacaq. Son dövrlərdə çox sayda dinə qarşı çıxan, dinləri ümumiyyətlə aşağılamağa başlayan insanlar ortaya çıxır. Niyə? Çünki din konkret suallara cavab vermir. Ən yaxşısı budur ki, mən bu həyatı biraz dəyişdirmək istəsəm, Hollywood var, başqa şeylər var, internet var və mənim üçün bu kifayətdir. Mən özüm üçün istənilən bir illüziya dünyası yaradaram. Ölüm sonrası nə olacağı isə heç kimə məlum deyil. Ona görə mən də buna inanmıram. Mənim egoizmim bu nağıllardan artıq keçib. Artıq buna inana bilmirəm və daha öz gücümü, ağlımı və s. qurban vermək istəmirəm. Sanleviç, nə baş verir ölümdən sonra? Fiziki bədənin ölümündən sonraki halı haqqında Kabala ümumiyyətlə nə deyir? Latman, nə baş verməlidir? Sanleviç, şuur itir. Latman, şuur heyvan bədəni vasitəsilə itir, amma ruh vasitəsilə şuur qalır. Sanleviç, əgər insan hələ ruhunu inkişaf etdirməyibsə, Latman, o zaman yenidən heyvan bədəninə daxil olmalısan. Yəni o sadəcə heç nə hiss etməyəcək. Yəni yuxuya gedirsən, yuxulayırsan və bu qədər. Latman, demək olar ki, belədir. Tam dəqiq olmasa da müəyyən bir hisslər var, amma onlar çox illüziya kimidir. Çünki insan hələ də öz egoizmindən çıxmamışdır. Ona görə də yalnız belə böyük və ya kiçik dalğalanmalar hiss edir və yenidən özünü yenə də bu dünyada hiss edir. Sanleviç, amma yeni bir bədənə büründüyü zaman o əvvəlki həyatlarında necə olduğunu hiss edirmi? Yoxsa hiss etmə imkanı varmı? Latman, xeyr, o bunu hiss etmir. Amma məsələ burasındadır ki, biz anlamalıyıq ki, ölüm həyat anlayışı yoxdur. Bu sadəcə hisslərin dövriyyəsidir. Sadəcə hisslərin dövriyyəsidir. Bundan başqa bir şey deyil. Sanleviç, yəni indi yaşadığımı hiss edirəm, sonra ruhumun olduğunu hiss edirəm, sonra bədənimin olduğunu hiss edirəm. Latman, heç bir ruh yoxdur. Nə ruh? Sanleviç, əgər inkişaf etdirsən, Latman, inkişaf etdirsən, hə, Sanleviç, sanki bədənimin olmadığını hiss edirəm və bu bütün hiss heç kim bir yerə getmir. Latman, bu bizim vəziyyətlərimizin silsiləsidir. Bəli, metamorfozudur. Sanleviç, amma keçmiş həyatdan nə qalır və yeni həyata nə keçirib? Bu barədə danışmaq olar, Latman, heç nə. Çünki heç nə keçmir, heç nə yoxdur. Belə bir ümumiyyətlə şuur yoxdur. Sanleviç, yaxşı, yaşanmış təcrübə, onunla nə baş verir? Bu əzablar, zövqlər, insanın bədənin içində yaşadıkları, Latman, bütün bunlar hamısı toplanır və bir vəziyyətdən digərinə keçir. Heç nə itmir, bu dəqiqdir. Heç nə itmir. Əsasən, insanın keçdiyi bu təcrübə tədricən növbəti nəsildə dəyişir. Buna görə də biz görürük ki, hər dəfə yeni bir nəsil doğulur və o daha inkişaf etmiş, daha fərqli olur. O sadəcə bir şeydə daha çox inkişaf etmiş deyil. O başqadır, onun düşüncə tərzi fərqlidir. Sanleviç, bax, yekunda bunu oxumaq olar. Osferotun tədrisinə olan ön sözündə Balsuan belə yazır ki, hər insan yaradılış planına görə yaradıcı tərəfindən ona nəzərdə tutulmuş zövqü əldə etməlidir. Əgər insan bu həyatda yaradılışın məqsədini əldə etməyə nail olarsa, o növbəti həyatlarından birində buna nail olacaq. O bu dünyada yaradanın planının tamamlayana qədər doğulacaqdır. Hər zaman o
çalışdığı müddətdə, baxmayaraq ki, hələ mükəmməl vəziyyəti əldə edə bilməsə də, Ali nur uzaqdan ona nur saçır və islah olmuş istəklərini doldurmaq üçün ona islah olmağa kömək edir. Bunu necə şərhləndirərdiniz? Lightman, yəni insan özündə vermə xüsusiyyətini, əta etmək xüsusiyyətini inkişaf etdirməyə çalışmalıdır ki, bu ümumi yaradılışın, ümumi ruhun parçalanmış hissələri arasında əlaqə yaratsın, onları bir araya gətirməlidir. Bunda nə dərəcədə iştirak edə bilirsə, iştirak etməlidir. Yəni, bu, yaxınını özün kimi sevmək şərtinin reallaşmasıdır. Yaxınını sevmək bu halda baş verir və bu dərəcədə ona daxili enerji, sevgi, parçalanmış hissələr arasında olan əlaqədə nur saçır və onlara bir-birini cəlb etməyə kömək edir və onları bir bütöv, yeni, tam bir ruh halına gətirir. Bunu artıq yeni bir səviyyədə edir. Çünki orada egoizm aralarında mənfi bir şəkildə mövcuddur və müsbət mənfidən daha çoxdur. Yəni, müsbət mənfi sayəsində artır. Buna görə də insan böyük, yeni bir ruh alır. Yəni, əta etmək xüsusiyyətini, vermək xüsusiyyətini əldə edir. Bu bir anlayış, reallaşma kimi, necə deyərlər, ali dünya adlanır, ali aləm adlanır. Yəni, o sanki hissləri ilə bu bioloji bədən içində yaşayıb, bu ümumi ruhun hissinə daxil olur. Lightman, bəli. Sanleviç, onu hiss etməyə başlar və bədən ölən zaman belə o bu ruhla yaşamağa davam edir. Lightman, bir-birinə adiyyəti yoxdur, onların biri ilə əlaqəsi yoxdur. Bizim bədənimiz heyvanidir. Bu, yalnız ruhumuzu hiss etməyə başlamaq üçün lazımdır. Onu hiss etməyə, onu qurmağa başlamaq üçün. Sanleviç, yəni biz sanki onun üçün hər şeyi edə bilərik. Biz bədənlərimizin vasitəsilə digər insanlarla əlaqə qururuq və sonra bu artıq bir hissiyyat səviyyəsində baş verir. Lightman, bəli, tamamilə bədənlərdən kənar olaraq. Bəli, hər şey aydın görünür, amma yenə də anlaya bilmirəm. Lightman, heç nə, sadəcə hərəkət etmək lazımdır. Sanleviç, yox, niyə belə bir söz seçmişsiniz? Sevgi. Axı, Lightman, sevgi bir-birimizi qarşılamanın qarşılıqlı təminidir. Mən sənin istəklərini təmin edirəm, sən də mənim istəklərimi təmin edirsən. Ona görə də biz öz istəklərimizlə istək dedikdə maddi, təbiət nəzərdə tuturuq. Hər şey təbiət maddəsidir. Yalnız bu cür bir vəziyyətdə biz qarşılıqlı müsbət və mənfilikdə birləşirik və bir daha bir vahid ruh halına çevrilirik. Bir vahid istək kimi. Sanleviç, sevgiyə mən cazibə qüvvəsi deyə bilərəm. Bu düzgün ifadədir. Lightman, cazibə qüvvəsi cəlb etmə, gücü, birləşmə, əlaqə, bəli. Sanleviç, bəli, çünki bu çox çaşdırır. Yaxınına sevgi, yaxınını özün kimi sevmək, bu o qədər də köhnəlmiş ifadədir ki, bəli, mən sizi başa düşürəm, mən də bunları düşünürdüm. İndi isə sevginin sinonimlərini cinsi maraq kimi təsavvür etmirəm. Bu, heyvanlar üçündür hamısı. Sanleviç, Kabalanın bütün metodikası, düzgün başa düşürəmsə, aramızda əlaqələr qurmağa başlamağımızda, düzgün kommunikasiya qurduğumuzla, bu yolla Balsulamın yazdığına görə biz əvvəlki vəziyyətlərdən bir enerji cəlb edirik və bu enerji necə isə bizə təsir etməyə başlayır və bizi bir-birimizə yaxınlaşdırır. Necə ki, molekullar bir-birinə yaxınlaşdıqları kimi. Məsələn, molekullar milyard illərini aldı, bu cür yaxınlaşmaq və bu qeyri-şuurlu şəkildə idi. Amma biz bunu şuurlu şəkildə etməliyik. Oldu. Bəs biz hansı hərəkət edirik bunun üçün? Başqalarına yaxınlaşmaq hərəkəti nədir? Biz nə etməliyik? Birlikdə yemək, birlikdə gəzmək, birlikdə işləməliyik, nə etməliyik? Lightman, başqalarının istəklərini qəbul etməliyik və onları doldurmağa çalışmalıyıq. Və onlar da səninlə eyni şeyi edirlər. Əgər biz belə bir şəkildə bir-birimizi hiss etməyə başlasaq, yəni başqasının istəyini hiss etsək, bəlkə də bir şəkildə baxmayaraq ki, bu çox çətindir, biz bunu edə bilərik. Lakin həqiqətdə bunu necə hiss edəcəyimizi təsəvvür etsək, əslində bizim istəklərimiz buna müqavimət göstərir. Bizim egoizmimiz buna müqavimət göstərir. Belə olanda biz özümüzü digərlərindən aşağıda qoymalıyıq. Bu isə artıq ruhani hərəkətdir.
Sanleviç, yəni başqalarının istəklərini doldurmaq lazım deyil. Laytman, lazımdır. Sanleviç, lazımdır. Laytman, bəli. Sanleviç, əgər özününkiləri doldura bilmirəmsə, Laytman, öz istəklərini başqalarının istəkləri ilə üst-üstə qoymamalısan. Sanleviç, bütün istəklərimi doldurmalıyam. Laytman, bəli, onda görəcəksən ki, yalnız bu yolla özünü doldura bilirsən. Sanleviç, amma onların çox istəyi var. Bunu necə edə bilərəm? Bütün günü onların istəklərini doldurmalıyam. Laytman, deməli bütün günü özünü dolduracaqsan. Yalnız başqaları vasitəsilə özünü doldura bilərsən. Buna görə də insanlıq getdikcə daha da boşalır. Sanleviç, amma mən bunu hiss etmirəm. Onları doldurarkən bundan zövq almıram. Yalnız birisini sevirəmsə, bəli. Laytman, bax, buna görə də sən tələb etməlisən ki, onlara qarşı sevgi olsun. Bu artıq egoizmin üstündədir. Sanleviç, oldu, bu artıq növbəti mövzudur. Sevgi mövzusu. Diqqətinizə görə təşəkkür edirəm. Bu ruh və bədən dərsi idi. Biz sizinlə Kabalanın əsasları kursunu davam etdirəcəyik. Dərsimiz sevgi barədə olacaq. Laytman, sevgi haqqında. Sanleviç, bəli. Laytman, danışdıq.